naqis elmimlə araşdırdım. 14 dənə hədis tapdım ki, namaz ki, məsumlardan ki, buyururlar, Qurandakı namaz bizik. Əgər Əhl-i Beytin vilayəti olmasaydı, Allah deyərdi, namazı qılın. Deməzdi, əqimus səlat, namazı qaldırın, iqamə eləyin, namazı qiyam eləyin. Namaz Quran deyir ki, oxuyasan. Namaz gərək vilayətə bağlansın. Ona görə Nəhcül Bəlağədə əleyhissalam buyurur, ənəs salat, ənəs savm, ənəl həc. Namaz mənəm, oruc mənəm, həc mənəm. Nə istəyir demək? Demək istəyir, namaz mənim vilayətimdən olsa namazdır. Olmasa boş ver getsin. De ki, şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm.